Seyran, bəlkə həkimə gedək. Sistem qoşaq, qanı iyi olsun. Ehtiyac yoxdur elə şeylərə, yaxşıyam mən. Söz dedim də Seyran, yəni qoy o zəhrimar qanından tamam təmizlənsin. Ürəyin tam rahat olacaqsa gedək, yaxşı. Hə, yaxşı bacı, yaxşı. Oldu. Sağ ol. Hə, nədir? Sabahın xeyir Lətifə. Sabahın xeyir. Səhər yeməyi niyə hazır deyil? Bir durun da ayağı, indi durmusunuz ki. Vaxtında durmuşuq da acından deşildi mədəm. Mədən acından deşilməyib. Nə dedin sən? Nə dedim? Yaxşı biləm. Bir dəqiqə dayan. Nə dedim də? Nə gözüm çıxdı deyə salmısan, nə sən mənə? Lətifə, əgər nəsə eyhamla danışırsansa, elə danış ki, hamımız başa düşək. Söz deməli deyil, dayı. Mən səni gözüm çıxdıya salmamışam. Unutma ki, mən Xavər xanımın xalası qızıyam. Onda Xavər xanımın xalası qızı kimi davran zəhmət olmasa. Seyranın anası kimi yox. Seyranın danlanmağa ehtiyacı yoxdur. Yaxşı, uzatmayın. Atamanı? Getdi. Hara? İşə yoxsa? Nə bilim hara getdi. Bizi sayan var, bizə söz deyən var. Heç bekarda getməyib ki. Mən bilirəm, siz çalışırsınız ki, bizi bu evdən göndərəsiz. Hə, çalışırıq ki, sizi bu evdən göndərək. Lətifə, sən can, dərdin başımdan aşır, sən can gedişindən məşğul ol. Öldüm acından da.